İyulun 2'sində Qərbi Azərbaycan İcmasının inzibati binasında İcmanın Ziyalılar Şurasının təşkilatçılığı ilə Azərbaycan Pedaqogika elminin görkəmli nümayəndəsi Akademik Hüseyn Mustafaoğlu Əhmədovun 100 illiyinə həsr olunmuş Akademikin pedaqoji irsi və təhsil tariximiz mövzusunda dəyirmi masa keçirilib. Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli Akademik Hüseyn Əhmədovun Azərbaycan pedaqoji fikir tarixindəki xidmətlərindən danışıb. Bizim Ziyalılar Şurasının rəhbərliyinə, hörmətli Fərrux müəllimə təşəkkür edirəm. Bugünkü tədbiri təşkil elədiklərinə görə. Akademik Hüseyn Əhmədov heç şübhəsiz ki, Azərbaycan pedaqogika tarixində, ümumiyyətlə Azərbaycan tarixində möhür kimi imzası olan şəxsiyyətlərimizdən biridir və belə şəxsiyyətlərimizin yubileylərini keçirmək, xatirəsini yad eləmək, anım günlərini keçirmək bizim hər birimizin həm ziyalılıq borcudur, həm də Azərbaycançılıq borcudur. Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının sədr müavini, əməkdar elm xadimi Fərrux Rüstəmov, Hüseyn Əhmədovun pedaqoji irsi və onun Azərbaycanda pedaqogika elminin inkişafına təsiri mövzusunda məruzə edib. Hüseyn Əhmədov 1926-cı ildə Qərbi Azərbaycan torpağında dünyaya gəlib, yaşadığı dövrün, həmin dövrün, 30-cu illər, 40-cı illər, 50-ci illər, bütün o dövrün, bütün ziddiyyətləri içərisində yaşayıb, həm müharibəni görüb, onun ağırlığını görüb, ondan sonra atası valideynlərin və atasını itirdiyinə görə bütün o dövrün məhrumiyyətlərini yaşamalı olub. Orta məktəbi özü qurtarmamış belə, orta məktəbdə müəllim kimi fəaliyyət göstərib. Sonra da təhsil almaq üçün Gəncəyə gəlib. Gəncədə Gəncə pedaqoji məktəbini bitirib, lakin yenidən Qərbi Azərbaycana qayıtmayıb. Çünki onun bir arzusu vardı, ali təhsil almaq. Bu arzu ilə də Bakıya gəlir. Bakıda təhsilini davam etdirir və yeni bir elmə qovuşur. Hüseyn müəllimin həm namizədlik dissertasiyası, həm doktorluq dissertasiyası müdafiə etdiyi ərəfədə Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bilavasitə bağlıdır. Hüseyn müəllim həmişə fəxr edirdi, mənim tərcümə halında bir iş yeri yazılır. Azərbaycan Dövlət Pedaqoji İnstitutu, sonra da Azərbaycan Dövlət Pedaqoji Universiteti. Bütün həyatını, bütün fəaliyyətini bu pedaqoji universitetin divarları arasında keçirib. 19-cu əsr məktəb tariximizi araşdırır. 19-cu əsr məktəb tarixi həm Gürcüstanda, həm Ermənistanda da yüksək səviyyədə araşdırılır. Ermənistanda 4 nəfər, Gürcüstanda 5 nəfər bir əsri tədqiq edir, ayrı-ayrı mərhələləri. Hüseyn Əhmədov bir əsri tək tədqiq eləyib. Bütövlükdə 1800-cü illərdən başlayaraq 1900-cü illərin əvvəllərinə qədər, hələ biraz əvvəllərində keçir bu tərəfə, Azərbaycan təhsilinin bütöv panoramasını yaradır. Azərbaycan Rusiya tərəfindən iş. Əvvəlcə dini məktəblər, dini tədris, İslam tədrisi, onun mahiyyəti, məzmunu bütöv geniş maştabda götürərək İslam coğrafiyasında dini təhsilin məzmunu, mahiyyəti və nələri əsaslı şəkildə izah edir. Hüseyn müəllimin 70-ci ildə bu tədqiqat aparmasına baxmayaraq, digərlərindən fərqli olaraq məktəb və mədrəsələri cəhalət yuvası adlandırmır. Onlara bir mədəniyyət ocağı kimi baxır. Onlara bir maarif ocağı kimi baxır ki, bu da millətin formalaşmasında, inkişaf etməsində, nizamilərin, füzulilərin, nəsimlərin yetişməsində bu təhsil ocaqlarının müstəsna xidmətləri olur.
Və həm də əsaslandırır ki, bu İslam coğrafiyasında təhsil eyni məzmuna malik idi. Fərqi yox idi. Ya Misirdə olsun, Türkiyədə olsun, Azərbaycanda olsun, Qahirədə olsun, eyni məzmun idi bu təhsilin məzmunu. Və Azərbaycanlıların mədrəsədə oxuyanları və mədrəsə təhsilinin məzmunu əhatəli şəkildə izah edir. Və bundan sonra keçid alır Çar Rusiyası tərəfindən Azərbaycanın işğalına. Təbii ki, buna haqq qazandırmır və onları tənqid edir. Lakin tənqid etməklə yanaşı o məsələni də vurğulur ki, artıq Azərbaycan Rusiya tərəfinə işğal etdikdən sonra buradakı təhsilin inkişaf tendensiyalarına toxunur ki, Çar Rusiyası gələndə bir məqsədi var idi. Ruslaşdırmaq, xristiyanlaşdırmaq, Rusiyalaşdırmaq. Və Azərbaycan ziyalıları xüsusilə Əkinci qəzetində, digər qəzetlərdə bu maarifçilik toxumu səpənlər, bu Zərdabilər, bu Çar hökumətinin bu ideyalarını, bu ideologiyasını millətin inkişafına çevirə bildilər. Professor Misir Mərdanov, Hüseyn Əhmədovun Azərbaycan pedaqogika elminin görkəmli nümayəndələrindən biri olduğunu bildirib. Bizim 19-cu əsr təhsil tariximiz haqqında çox həqiqətə uyğun olmayan bədnam qonşularımız müxtəlif fikirlər səsləndirirlər ki, bizdə nə təhsil olub, nə tərbiyə olub, ümumiyyətlə heç şey olmuyor. Mənə belə gəlir ki, Hüseyn müəllim böyük bir vətənpərvər alim kimi bu işə girişib, arxiv sənədlərini araşdırıb, SSR-nin müxtəlif arxivlərindən sənədlər götürüb və sənədlər əsasında həmin insanlara sübut eləməyə çalışıb ki, siz tamamilə yanlış fikirdəsiniz. 19-cu əsrdə də, ondan əvvəl də Azərbaycanda və onun yaxın ətrafında bütövlükdə müsəlman aləmində məktəblər də olubdur, onun tədris planı da olubdur, proqramı da olubdur. Bəlkə bəzi hallarda müasir dövrdəki tədris planlarında nümunə olan məsələlər də olubdur. Hüseyn müəllim bunu israrla yazıb və sübut edibdir. Biz onun evində olarkən özü mənə göstərib, sonra Ömeyr müəllim göstərdi. Kitab rəfləri müxtəlif arxivlərdən götürülmüş sənədlərlə doludur. Bəlkə də minlərlə orada sənəd var. O sənədlər ki, hələ onun üzərində işlənib və cəmiyyətə təqdim olunmuyubdur. Çox böyük işlər var orada. Mən məsələn yeri gəlmişkən təşrif eləyərdim ki, elə Fərrux müəllimə də, Ömeyr müəllimə də, onun tələbələrinə də mütləq o sənədlər ortalığa qoyulmalı. O sənədlər üzərində gənc alimlər işləməli və onu cəmiyyətə təqdim eləməlidirlər. Çünki indi eləməsək onu başqa vaxt eləməyəcək. Çox böyük bir risk var orada, mən sizə deyim ki, çoxumuza bəlli olmayan, bəlkə də o sahədə mütəxəssis olan bəlli olmayan ciddi sənədlər və o sənədləri elə qalmasına imkan verməmək lazımdır. Digər çıxış edənlər Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Professor Hikmət Əlizadə, Pedaqoji Universitetin prorektoru Professor Asəf Zamanov, Pedaqoji Universitetin Ümumi Pedaqogika Kafedrasının professoru İramin İsayev, Ümumi Pedaqogika Kafedrasının dosenti, Pedaqogika üzrə fəlsəfə doktoru Kəmalə Quliyeva, Psixologiya elmləri doktoru Professor Ramiz Əliyev, Filologiya elmləri doktoru Professor İbrahim Bayramov və Pedaqogika elmləri doktoru Professor Müseyib İlyasov Akademik Hüseyn Əhmədovun Azərbaycan elminə və təhsilinə xidmətlərindən, zəngin elmi irsindən bəhs ediblər. Fərrux müəllim geniş danışdı. Hüseyn müəllimin təkcə bir kitabı, 19-cu əsr Azərbaycan məktəbi kitabı yazılmış olsaydı, bəlkə başqa kitab yazmasaydı, o kitabla Hüseyn müəllim Azərbaycan pedaqoji tarixində yox, təhsil tarixində qalan bir şəxsiyyət olardı. Mən bir faktı qeyd edeyim ki, o kitabdan sonra təxminən o kitabın müəyyən bölmələri əsasında 10-a qədər dissertasiya müdafiə olunur. Ən azı 10 dissertasiya Azərbaycanda 19-cu əsrin məktəb tarixinə, təhsil tarixinə həsr olunmuş dissertasiyalar var ki, onların hamısının bünövrəsində Hüseyn müəllimin 19-cu əsr Azərbaycan məktəbidir. İkinci bir kitab stolun üstündə olan Azərbaycan məktəb pedaqoji fikir tarixi dərsliyi idi ki, bu kitablar mənə belə gəlir ki, nə qədər Azərbaycan var, nə qədər Azərbaycan təhsili var, Azərbaycan məktəbi var,
Bu kitablar Azərbaycan müəllimlərinin, Azərbaycan tələbələrinin stolüstü kitabı olacaq. Hüseyn Əhmədovun həyat və fəaliyyətindən bəhs edən filmdən fraqmentlər nümayiş etdirildikdən sonra akademikin oğlu, pedaqogika elmləri doktoru professor Hümeyr Əhmədov tədbirin təşkilinə görə Qərbi Azərbaycan icmasına təşəkkür edib. Pedaqogika üzrə fəlsəfə doktoru, Pedaqoji Universitetin baş müəllimi, dosent Elnarə Nəcəf isə Hüseyn Əhmədov irsindən Bütöv Azərbaycan kanalına ayrıca danışıb. Hüseyn müəllimin məhz elə o Azərbaycan məktəbi jurnalının səhifələrində mən rast gəldim ki, o bizim keçmiş cəfakeş maarifçilərimizin adlarını çəkməklə yanaşı, məsələn Soltan Məcid Qanizadənin, Firdun bəy Köçərlinin, başlayaq Mirzə Fətəli Axundovdan, ondan əvvəl deməli Mirzə Kazım bəydən, sonra Soltan Məcid Qənizadədən, Seyid Əzim Şirvaninin haqqında o qədər maraqlı yazılarına rast gəldim ki, yəni bu yazıları oxuyub da bölüşməmək olmazdı. Mən o barədə məqalədə də yazdım. Ancaq məsələn, sadəcə bir şey ki, onun Azərbaycan dilində məktəbin fəaliyyət göstərməyə başlaması, bir vətən oğlu kimi onun bu barədə ona qədər ki, alimlərimizin, Mirzə Fətəli Axundzadənin, yəni bu barədə bunun deməli işinin əsas necə deyirlər çalarları məhz Mirzə Kazım bəyin o türk dilinin qrammatikası, lüğəti barədə olan kitabı ilə əlaqələndirir. Onu deyir ki, o bizim üçün örnək oldu ki, biz necə Azərbaycan dilində başlayaq bu işləri məktəblərdə aparmağa. Akademikin tədqiqatlarında Firdun bəy Köçərlinin belə bir fikri öz əksini tapır ki, yəni alimimiz qeyd edir ki, Firdun bəy Köçərli deyirmiş ki, bir qadının, bir kişinin təhsil almağı bir nəfərin təhsilli olmağı deməkdir. Ancaq bir qadının təhsil almağı isə bütöv bir ailənin təhsilli olmağı, təhsilli deməli təhsil qazandırmağı deməkdir o ailəyə. 4-5 nəfərin birdən xilas eləyir. Hətta xilas eləyir sözü. Yəni bu bizi o deməkdir ki, savadlılığa, təhsilli olmaqda qadın təhsilinin nə qədər önəmli olduğunu Firdun bəy Köçərlinin fikirləri ilə akademikimiz Hüseyn müəllim çox gözəl isar etmişdir. Firdun bəy Köçərlinin belə bir fikrini də qeyd eləyir ki, Hüseyn müəllim araşdırmalarında deyir ki, müəllimlik iynə ilə gül qazmaq kimi bir şeydir. Ancaq çox gənclərə üzünü tutub onlara müraciət eləyirdi ki, müəllimlik nə qədər çətin peşə olsa da, ancaq siz onu başqa işlərə dəyişməyin. Yəni müəllimliyin qorumaq lazımdır. O bizim xalqımızın, gələcəyimizin həyatında nə qədər önəmli bir rol oynadığını o öz tədqiqatlarında vurğuladı və mən də bugün xoşbəxtəm ki, mən onu bugün tamaşaçılarımızla bölüşdük. Bugün nə qədər deyildi onun şəxsiyyəti haqqında, şəxsi keyfiyyətləri haqqında, yaradıcılığı haqqında. Ancaq inanın ki, mən gənc alimlərimizə məsləhət görərdim ki, onun orijinaldan onun öz əsərlərini oxusunlar. Onda onlar bizim xalqımızın ruhunu həm yaşadacaqlar, həm də inkişaf etdirəcəklər. Yetirmələri, tələbələri, elmi rəhbəri olduğu alimlər hamısı çıxış elədilər. Elmi tərəfin, tələbələrə münasibətini öyrəndik. Siz bir övladı kimi evdə, ailədə, ümumi həyatda, məişətdə necə olub? Mən anadan olanda artıq elmlər namizədi idi və mən sizə deyim ki, o elmdə qoyduğum məsələləri elə ailədə də həyata keçirdirdi. Atam bizimlə çox ciddi olmayıbdı. Onu biz özümüzə həmişə dost kimi saymışıq. Dərdimizi də deyirdik, fikrimizi deyirdik, bölüşürdük, amma bir məsafə vardı. O məsafəni də həmişə saxlayırdıq, özümüz də saxlayırdıq, o da saxlayırdı. Və ata kimi təbii ki, qayğıkeş idi. Qızlarını biraz çox istəyirdi, orası da var. Oğlanlara qarşı daha tələbkar idi. Mən yadımdadır ki, aspirant idim, arxivdə işləyirdim. 6-ya qalmış 10 dəqiqə gəlirdim, baxsın, görsün ki, mən oradayım, orada deyirəm. Mən də yorğun da olsam, otururdum, gözləyirdim, çünki bilirdim ki, nəzarət var. Bundan əlavə olaraq, son dövrdə o Azərbaycan Məktəb Pedaqoji Fikir tarixini işləyəndə mən onu korrekt edirdim. Bir yerdə oturub işləyirdik, çalışırdım. Bir yerdə işləmək çox yaxşı idi. Onu da deyim ki, ömrümün son gününə qədər yaddaşı çox yaxşı idi. Hardan desən, hətta fiziki olaraq biraz problem olsa da, amma yaddaş yaxşı idi. Hərdən bir hansısa məsələni biz belə deyək də, sual eləyəndə bir-birimizlə görsə ki, mən səhv cavab verim, dedi, git kitabı gətir. Başırdı, göstərir, dedi, bax, filan səhifədə filan cür. Belə demək lazım.
Və onu da deyim ki, öz müəllimlərinə qarşı çox fərqli bir münasibəti vardı. Onun bir müəllimi var idi, aspirantura qəbul olanda xəstə idi deyir, ancaq məni 30-da hazırlatdı. Adamın 90 yaşı olanda bir gün dedi ki, mən yuxuda Əhməd Seyidovu görmüşəm, professor. Gedirəm Qazaxa onu ziyarət eləməyə. Müəllim oldu, eləmi? Elmi rəhbər olub. İndi. Elmlər namizədi olanda elmi rəhbəri. Həm də kafedra müdürü. Dedim ki, sən bu yaşınlara gedirsən, özün görən deyil. Dedi, yoxa getməliyəm. Getdi, baş çəkdi, görüşdü, Qazaxlarla söhbət elədi. Nə bilim, bir xeyli də belə rahatlaşıb gəldi. Əsərlərinin yaranması, əsərlərin meydana gəlməsi, xüsusən də Nəriman Nərimanov, onu bir də bitirdilər. O vaxtlar Nərimanova qarşı çox belə fərqli münasibət vardı. Azərbaycanda çox az adam Nərimanovu tədqiq etdi. Amma o nəsə onun bir hobbisi idi. Elədi, yazdı, yaratdı. Yaratdığı əsərləri də xalq üçün eləmişdi. Bacardığını gənc nəslə getirdi. Bir də bir şey deyim sizə ki, öz aspirantlarına münasibətdə daha loyal idi, nəinki bizə. Mən bir dəfə gördüm ki, Moskvaya getmişik, aspirantımı çağırmışdılar Alyasiyası komissiyası. Onu çağırdı, cibinə ayrıca pul qoydu. Dedim, mənə vermirsə, ona verirsin. Dedi, bala, mən sənin yanındayım, onun yanında işim yoxdur. Belədir də, biz də nümunə götürmüşük. İndi mənim özümün 30-dan artıq doktorantım var. Çalışıram ki, o xətti artırılmasını yerinə yetirəm. İnşallah Allah qismət eləsin o torpaqda görüşməyə.